Çirklənmiş əraziyə xas olan xüsusiyyəti müəyyən edək. Demək, Venn diaqramı üzərində bizə bir pasiv kürəkləri, bir də qərb kürəkləri qeyd olunub ki, hər ikisinə bənzər bir xüsusiyyət tapmalıyıq. Vəndlərə bir nəzər salaq. İl boyu istiqamətdən dəyişirlər. Xeyr, çünki bildiyimiz kimi passatlar və qərb kürəkləri daimi kürəklərdirlər və daimi kürəklər istiqamətlərini dəyişməyən kürəklərdir. Demək, bu bənd bizim üçün yanlış bənd olacaq. Növbəti bəndə baxırıq. Alçaq təzyiqdən yüksək təzyiqə doğru əsirlər. Ümumiyyətlə bildiyimiz kimi kürəklər yüksək təzyiqdən alçaq təzyiqə əsdiklərindən bu bənddə yanlışdır. Növbəti bənddə yazıb ki, yalnız şimal yarımkürəsində əsən küləklərdir. Xeyr, bu küləklər həm şimal, həm də cənub yarımkürəsində ola bilirlər. Bu da yanlışdır. Digər bəndə baxıram. Tropik enliklərdən əsən daimi küləklərdir. Bəli, passatlar tropiklərdən ekvatora, qərb küləkləri isə tropikdən mülayimlərə əsən küləklərdir və bu bəndimiz gördüyümüz kimi doğru külək, yəni bənd sayılacaq. Digər yanlış bəndimiz isə Azərbaycanda hakim olan küləklərdir. Xeyr, küləklər Azərbaycana təsir etmədiyindən bu da doğru cavab olmayacaq və doğru bəndimiz dediyimiz kimi tropik enliklərdən əsən daimi küləklərdir.